Azərbaycan üçün qardaş ölkə olan Pakistandan ilk görüntüləri biz yenidən sezdik və bütün işartılar, bütün vurğular hamısı bir mətləbdən xəbər verir ki, vəziyyət gərgindir. Gərgindir çünki Pakistan Hindistanla qonşu olaraq iki məmləkət arasında indi çox gərgin, mübahisəli vəziyyət yaranıb. Və hətta bəzi mənbələr bildirirlər ki, müharibə mütləq olmalıdır. Hər iki tərəf raket sınaqlarını nəzərdən keçirir, sonra qismən səfərbərlik elan edib və əlbəttə ki, raket imkanlarını, vasitələrini sərhədə doğru yerləşdirirlər. Və belə olduğu halda yenidən biz özümüzə sual veririk və bu hamını maraqlandıran bir məqamdır ki, niyə beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin səsi eşidilmir? Bəli, səsi çıxır, amma onu eşidən yoxdur. Çünki BMT artıq demək olar ki, fəaliyyətini həm zəiflədib, həm də ki, onu bir qədər ciddi şəkildə qəbul etmirlər. Amma buna baxmayaraq Pakistan rəsmi surətdə artıq BMT-nin Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib. Və görəsən bu tədbir əgər şura yığılacaqsa, onun qərarı nə olacaq və o qərarın təsiri necə özünü ifadə edəcək? Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir. Tarix yenidən bizə bəzi işarələri verir, bizimlə sadəcə danışır, söhbət aparır və müşahidəçilərin rəyinə görə hər 100 ildən bir, indi aşağı-yuxarı, həmişə böyük fəlakətli vəziyyətlər yaranır. Yəni, dünyanın əksər güc sahibləri toqquşmalara qatılırlar və həm də müharibələr qaçılmaz olur. Elə uzağa getməyək. Ötən əsrin əvvəlində də biz dünya müharibəsini gördük. Amma bununla bağlı həm də tarixçilər bildirirlər ki, 1914-cü ildə başlanmış Birinci Dünya Savaşı heç də birinci deyildi. Ona qədər hələ 1618-ci ildə 30 illik müharibə başlamışdı. Deyilənə görə o dövrdən bəri artıq beynəlxalq birlik həmişə bu sarsıntıları yaşayır. Nəyə görə, nəyin üzərində olur bu ziddiyyətlər? İlk növbədə ərazi iddiaları, sonra ticari məsələlərdə bölmə prinsipinin pozulması, nəhayət tarixdən irəli gələn dini, məzhəb qarşıdurması. İndi də biz bax o məqamların hamısının meydanda olmasını, canlanmasını müşahidə edirik. Və bugünkü bu ağır vəziyyət bizə nə vəd edir? Bax, bugünkü proqramımızın, müzakirəmizin də mövzusu budur və mən böyük məmnuniyyətlə sizə qonaqlarımı təqdim edirəm. Milli Məclisin deputatı Cavanşir Feyziyev, iqtisadçı ekspert Seymur Əliyev və Trend İnformasiya Agentliyinin rəhbərinin müavini Rufiz Hafizoğlu. Rufiz müəllim də həm də beynəlxalq layihələrin rəhbəri kimi bizim proqramımızda iştirak edir. Çox yaxından yaxın şərqi bilən mütəxəssisdir. Beləliklə, hörmətli qonaqlar və hörmətli tamaşaçılar, mən istərdim biz əməkdaşlarımızın hazırladığı bir balaca süjetə nəzər yetirək. Orada da bəzi demək mətləblər artıq səsləndirilib. Ondan sonra müzakirəmizə başlayaq. Pakistanın BMT-dəki daimi nümayəndəsi Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsini tələb edib. Bu barədə Pakistanın BMT-dəki missiyasının mətbuat müşaviri Amanat Əli məlumat verib. O bildirib ki, regional mühitin pisləşməsi və Hindistanla Pakistan arasında gərginliyin artması, xüsusilə də Cəmmu və Kəşmirdəki vəziyyətin həm regional, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratması səbəbilə Pakistan BMT Təhlükəsizlik Şurasının təcili qapalı məsləhətləşmələrinin keçirilməsini rəsmi şəkildə tələb edib. Məlumata görə, Pakistanın BMT-dəki daimi nümayəndəsi Səfir Asim İftixar Əhməd bugün Təhlükəsizlik Şurasının nəzarət zonasında bəyanatla çıxış edəcək. Bu arada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Pakistanlı həmkarı İshaq Dara Moskvanın New Delhi və İslamabad arasında vəziyyətin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib. Rəsmi İslamabad isə bəyan edib ki, Nazir İshaq Dar telefon danışığı zamanı Hindistanın əsassız ittihamlarını və Pakistana qarşı təhrikçi ritorikasını rədd edib. New Delhi'nin Hind suları müqaviləsinin fəaliyyətini dayandırmaq üçün birtərəfli və qanunsuz addımını pisləyib ki,
Bu da onun beynəlxalq öhdəliklərinin pozulmasıdır. Pakistanın regional sülhə sadiqliyini təsdiqləyərək nazir vurğulayıb ki, Pakistan öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edəcək. O, həmçinin Pakistanın beynəlxalq, şəffaf və müstəqil araşdırma aparılması təklifini çatdırıb. Yeri gəlmişkən, Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Bəhlixar bəndindən axan suyu müvəqqəti dayandırıb. Məlumata görə Pakistan da Celam çayı üzərindəki Kişanqanga bəndində analoji tədbirlər görməyi planlaşdırır. Qeyd edək ki, aprelin 22-sində Hindistanın nəzarətində olan Cəmmu və Kəşmirin Pahalqam bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çox sayda insan yaralanıb. Bəli, aprel ayında baş vermiş bu terror hadisəsi formal olaraq indiki bu gərginliyin və mübahisəli vəziyyətin əsas səbəbidir. Amma nədən birdən-birə belə bir hadisə yer aldı və ümumiyyətlə niyə bu baş verdikdən sonra da Hindistan dərhal artıq öz ritorikasını gücləndirərək bildirdi ki, o əvəz çıxacaq. Canşir müəllim, bu yəqin ki, təsadüfi hal deyildi. Yəni, bunun arxasında təbii ki, hansısa qüvvələrin bir, mən deyərdim, hazırladığı bir ssenari idi ki, o 26 nəfərin deməli qətli ilə bağlı demək olar ki, iki Asiyada ən nəhəng böyük dövlətlərdən bir-biri ilə demək savaş müstəvisinə çıxırlar. Və həqiqətən də belə baxanda bu iki dövlətin doğrudan da həm ümumdaxili məhsul göstəriciləri, digər tərəfdən demoqrafik potensialı, sonra ümumiyyətlə dünya siyasətində oynadıqları yol və nəhayət geosiyasi çəkiləri həddən artıq böyük gözə gəlimlidir. Və əgər bu iki ölkə arasında, xüsusilə də ikisi də nüvə silahının daşıyıcısı olaraq toqquşmalar baş verərsə, bu doğrudan da böyük bir fəlakətlə nəticələnə bilər. Çünki faktiki olaraq dünyanın həm həssas bölgəsidir, Hind okeanının sahilləridir, digər tərəfdən Avrasiya məkanında çox, belə deyək də, böyük perspektivə malik bir iki ölkədir. Oradan marşrutlar keçir, tranzitlər keçir və yeni dəhlizlərin də layihələri demək olar ki, işlənilib və s. Və bunlar hamısı bir gündə alt-üst ola bilər. Yəqin ki, bax, bu kiməsə lazımdır. Bəli, əslində hazırda dünyanın bütün qitələrində demək olar ki, qarşı durmalar mövcuddur. Və o cümlədən indi Cənubi Asiyada da bu qarşı durma növbəti dəfə baş qaldırdı. Və Pakistan-Hindistan münasibətlərinin tarixinə baxsaq, görərik ki, bu nə siz dediyiniz kimi təsadüfi deyil, nə də sıradan bir qarşı durma deyil. Bu zaman-zaman da belə münaqişələr, qarşı durmalar baş verib. Əslində 47-ci ildən bu yana artıq 80 ilə yaxındır ki, Hindistan və Pakistan arasında belə anlaşılmazlıqlar tez-tez ortaya çıxır. Amma o ki qaldı, bu qarşı durmanın hansı səviyyədə daha çox gərginliyə səbəb olacağını, onu ehtimal etmək əslində mümkün deyil. Yəni, çox az ehtimal var ki, bu gərginlik hansısa qanlı toqquşmalara, müharibəyə səbəb ola bilər. Çünki bayaq dediyim kimi elə bunların iki ölkənin tarixində, münasibətlər tarixində belə gərginliklər çox yaşanıb. Və artıq bu birinci dəfə də deyil ki, Hindistanda baş vermiş hər hansı bir terror aktından sonra Hindistan rəhbərliyi heç bir araşdırma aparmadan dərhal Pakistan günahlandırır. Və bu dəfə də belə oldu. Bu artıq dünyada da siyasi şərhçilər arasında, siyasətçilər arasında artıq şübhə yaratmağa başlayır ki, burada heç bir sübut, dəlil olmadan digər dövləti günahlandırmaq və dərhal hansısa tədbirlər görmək, bu artıq beynəlxalq hüquqa da ziddir, dövlətlər arası münasibətlərin ruhuna da ziddir. Ona görə səbəb siz dediyiniz kimi axtarılır ki, bunun arxasında nə səbəb ola bilər? Pakistan siyasi şərhçiləri belə iddia edirlər ki, Hindistanın daxilində daxili vəziyyət, sabitlik pozulanda, hansısa bir gərginlik yaşananda hökumət diqqəti daxili gərginlikdən, daxili sabitsizlikdən ayırmaq üçün özü hətta belə bir terror aktı təşkil edib Pakistanı günahlandıra bilər. Çox üzr istəyirəm sizdən, Cahan, çox üzr istəyirəm sizdən. Faktiki olaraq mən bir haşiyə çıxmaq istəyirəm ki, yəni faktiki olaraq indiki hakimiyyətdə olan qüvvə Narendra Modinin partiyası iki dəfə demək olar ki,
milli dini zəmində daxildə ixtişaşlar yaratmaqla seçkiləri apardı. Bəli, elə ona əsaslanaraq Pakistan siyasi şərhçiləri də belə fikir yürüdürlər ki, Hindistan hökuməti bunu bilərəkdən özü təşkil etmiş ola bilərdi, bu terror aktını. Sadəcə Pakistanı günahlandırmaq üçün, çünki ölkə daxilində vətəndaşların vəziyyəti heç də yaxşı deyil, iqtisadiyyat o qədər də inkişaf da etmir və hansısa bir gərginlik, daxildəki gərginliyi azaltmaq üçün, diqqəti yayındırmaq üçün belə bir düşmən obrazında Pakistanı hədələmək, təhdid etmək onların görünür ki, adət etdikləri ssenaridir. Ona görə də hazırda Avropada da bu cür düşünən çoxdur. Bu şəkildə, hadisələrin bu şəkildə baş verdiyini düşünən çoxdur. Amma o ki, qaldı, bəli, siz doğru deyirsiniz, bunlar hər ikisi doğrudan da potensialı böyük olan ölkədir və əhali sayına görə də hər ikisi kifayət qədər təsir qüvvəsinə, regionda təsir qüvvəsinə malik olan dövlətlərdir. Ona görə də və üstəlik nüvə dövlətləridir hər ikisi və ona görə də bu qarşı durmanın daha ağır gərginliyə və hətta müharibəyə səbəb olacağını mən ehtimal etmirəm. Niyə görə? Çünki orada əgər təsəvvür edək ki, nüvə silahı istifadə olunacaq bir müharibə baş verərsə, əslində hansı tərəfin onun istifadə etməyindən asılı olmayaraq, bu sanki özünə güllə atmış olur, nüvə silahını istifadə etmiş olur. Çünki hər iki dövlət bir coğrafi ərazidə yerləşir. Mərkəzi Asiya və hətta Hindistan yarım qitəsində yerləşir. Yəni nüvə silahı siyasi sərhədləri tanımır, bilmir. Bu əgər olsaydı, məsələn, heç olmasa 1000 kilometr aralıda yerləşən bir dövlətə qarşı tutaq ki, hansısa gərginlik anında nüvə silahının istifadə olunması o başa düşülən olardı. Amma burada Hindistan tutaq ki, istifadə etsə Pakistana qarşı, sanki Hindistan onu özünə qarşı istifadə edib. Çünki Pakistana atılmış nüvə silahının dağıdıcı təsiri, öldürücü təsiri ilə Hindistana da yayılacaq. Ona görə də və yaxud əksinə Pakistan onu istifadə etmiş olsa, sanki özünə qarşı istifadə etmiş olur. Ona görə nüvə silahının istifadəsindən söhbət gedə bilməz, istənilən halda, hətta toqquşma olsa belə. Amma toqquşma olmaq ehtimalı da çox azdır. Amma sadəcə siyasi səviyyədə, belə təhdidlər səviyyəsində, qarşılıqlı ittihamlar səviyyəsində gərginlik bir müddət davam edə bilər. Üstəlik, bu gərginliyin vaxtaşırı baş verməsi və hər dəfə də müəyyən müddət ərzində davam etməsi təkcə onların öz hökumətlərindən asılı deyil. Eyni zamanda burada bu iki dövləti dəstəkləyən, həm siyasi, həm hərbi nöqteyi nəzərdən dəstəkləyən güc mərkəzləri də müxtəlifdir. Amerika Birləşmiş Ştatları, Çin, Rusiya, Avropa Birliyi və bütün bunların qarşılıqlı münasibətləri onsuz da həmişə toqquşma yaradır. Çünki məhz Hindistan yarım qitəsi böyük güclərin maraqlarının tamamilə bir-birinə diametral zidd olduğu və daim toqquşduğu bir ərazidir. Və ona görə, məsələn, Çin Pakistana himayədarlıq edir, çünki Hindistanı özünə qarşı rəqib hesab etdiyinə görə. Və Hindistanın iqtisadi cəhətdən inkişaf etməsi Çinin maraqlarına uyğun deyil. Onların da öz arasında ziddiyyətlər var tarixdən. Bəli. Digər tərəfdən Avropa Birliyi Hindistanı müdafiə edir, çünki sanki Çinə başa salmaq istəyirlər ki, sən Cənubi Asiyada tək güc sahibi deyilsən. Yəni Hindistan da güc sahibi kimi təqdim etməyə çalışırlar. O cümlədən Amerika Birləşmiş Ştatları da bu yönümdə siyasət aparır həmin ərazidə. Və ona görə də burada maraqlar toqquşması təkcə Hindistan-Pakistan arasında iki dövlətin maraqlarının toqquşması deyil, eyni zamanda dünyanın böyük güclərinin maraqlarının toqquşması ilə üst-üstə düşür. Və ona görə bu cür müharibələr, bu cür gərginliklər çox az hallarda müharibəyə səbəb olur. Yəni açıq müharibəyə, qanlı müharibəyə, amma gərginlik uzun illər davam edir və orada da 78 ildə artıq davam edir. Və bir qayda olaraq müstəmləkəçilik sona çatdığı ərazilərdə, keçən əsrdə, harada müstəmləkəçilik siyasəti son verilirdisə, orada mütləq elə bir bölgə aparılır ki, bu gələcəkdə qarşılıqlı iddialara yer qoysun, meydan açsın və həmin müstəmləkəçilər yenə də orada öz rolunu oynaya bilsinlər. Gələcək üçün bastırılmış bombaları qoyub gedirlər. Hindistan-Pakistan arasındakı bölgü də məhz o şəkildə baş verib 47-ci ildə. Cəmu-Kəşmir. Bəli, Cəmu-Kəşmir vilayətinin
əhalisi müsəlman olmağına baxmayaraq Hindistan Onu tərəfdə bilək ki, qalıb və nəticədə artıq baxın 80 ilə yaxındır ki, bu münaqişə davam edir və tərəflər nə qədər güclü olsa da bu münaqişənin həllinə nail ola bilməyiblər. Biz özümüz də münaqişə yaşamış bir ölkə kimi indi müxtəlif etnosiyasi münaqişələri müqayisə edəndə Azərbaycanın siyasətinin dəyəri ortaya çıxır. Bəli. Hindistan və Pakistan kimi qüdrətli dövlətlər 80 ilə yaxındır öz münaqişələrini həll edə bilməyiblər. Biz heç olmasa 30 ildən sonra da olsa onu həll etmişik və bir dəfə həll etmişik. Bəli, siz bayaqlarda düz buyurdunuz Cahanşir müəllim ki, müstəmləkəçilər həmişə məğlub olduqdan sonra o qoyub getdikləri ərazilərdə gələcək üçün nəzərdə tutulmuş dinamitləri, bombaların hamısını yerləşdirirdilər və bu tək elə o bölgədə yox, elə digər bölgələrdə də var idi. Biz elə öz bölgəmizdə də, biz də bəli, Cənubi Qafqazda da bunun şahidi olduq. Nə dərəcədə o köhnədən qalan ziddiyyətlər yenidən belə deyək. Şimali Qafqazda da Şimali Qafqaz hər yerdə bəli. O torpaqlardan, o yollardan ki, müstəmləkəçilər keçiblər, o yollar həmişə başı bəlalı, çox təhlükəli yollardır. Və orada əlbəttə ki, çox sabit, sakit tərzdə davranmaq vacibdir. Amma mən elə sizin sözlərinizə əlavə olaraq bir şey də yada salmaq istəyirəm ki, artıq qərb mütəxəssislərinin hesablamalarına görə əgər münaqişə olacaqsa 200 milyona qədər insan tələf ola bilər. Yəni, bu da təsadüfi mən bilən proqnoz deyil. Yəni, bu proqnozu səsləndirənlər artıq elə bir eyhamlar, işarələr verirlər ki, güya indiki vəziyyət çox qaynardır və durmadan o hərarət artır. Çox güman ki, Dehli ilə İslamabad belə savaş yoluna çıxacaqlar. Əlbəttə, ən yaxşı variant odur ki, diplomatiya sözünü... Bəzən bu gərginlikləri qəsdən şişirdirlər beynəlxalq mediada. Qəsdən şişirdirlər çünki məhz hansısa güc mərkəzinin marağındadır ki, dünyanın məsələn bu bölgəsindəki münaqişəni olduğundan daha pis şəkildə, daha qabarıq şəkildə dünyaya təqdim eləsinlər. Görünür ki, dünyanın hansısa digər bölgəsindəki münaqişədən diqqəti yayındırmaq üçün. Bəli, amma hər halda mənə elə gəlir ki, o insan kütləsinin artması ilə bağlı çox böyük narahatlıq yaşayan gözə görünməz dairələrin elə marağında odur ki, müharibələr çoxalsın. Biz dəfələrdir bu haqda danışmışıq, demişik müzakirələrimizdə bunu bildirmişik ki, elə qloballaşmanın yolçuları çox böyük ümidlərini məhz müharibəli vəziyyətlərin, münaqişəli vəziyyətlərin yaranmasına bağlayırlar və bildirirlər ki, bunu güya indiki müasirlərimiz normal qəbul etməlidir. Amma hər halda insanın təfəkkürü, beyni, əqli imkanları həmişə bir şeydən narahatçılıq çəkir ki, müharibələr olmasın. Kimlərsə bunu çox yüngül tərzdə qarşılayırlar, kimlərsə çox böyük həyəcanla və hətta narahatçılıqla. Təbii və yada salsaq ki, Hindistan da, Pakistan da ilk növbədə texnologiyaları inkişaf etdirən məmləkətlərdir və onların çox böyük qurucu potensialları var və həm də know-how sahəsində, Seymur müəllim, bunlar öz sözünü demiş məmləkətlərdir. Səhv etmirəmsə, onlar birinci onluqdadırlar. Hər ikisi. Hindistan deyəsən 6-cı yerdədir. Mən çaşa bilərəm, çünki adətən o indekslər həmişə dəyişkən olur. Xətalar var orada və onlar dəyişirlər tez-tez. Hər halda bunlar onluqda vardırlar və həm də onlarla əlaqəli olan ölkələrin də buradan gözləntiləri ondan ibarətdir ki, bəli, müharibə olmasın. İşte şayət Allah göstərməsin, əgər həqiqətən də ən pis ssenari reallaşarsa, bax, dünya ticarəti və iqtisadi sistem hansı təsirlərə məruz qala bilər? Mən əslində müharibələrin son dönəm qlobal iqtisadiyyatda, qlobal dünyada müşahidə edilən müharibələrin əsas motivlərini biz geosiyasi və xüsusilə də geoiqtisadi fraqmentasiyalarla bağlaya bilərik. Çünki biz baxsaq, indiki müharibənin əsas motivi əslində ticari münasibətlərin yenidən dizaynı ilə bağlıdır. Cavanşir müəllim çox haqlı olaraq qeyd elədi ki, Pakistan bugün Çinlə çox ciddi şəkildə ticarət tərəfdaşlığı qurur, iqtisadi münasibətləri təkmilləşdirir və biz bilirik ki, bunların bir keçmiş tarixi retrospektiv baxımdan da bir əməkdaşlıq formatı var. 1963-cü ildə Kəşmirin bir hissəsini Pakistan Çinə verəndə, kiçik bir ərazi hissəsini, Çin istər-istəməz Kəşmir münaqişəsinin tərəfinə çevrildi və əslində Çin-Hindistan münasibətləri də bu kontekstdə də bir dərinləşir. Siz də qeyd etdiniz, onların tarixi bir sürü digər problemləri də var. Amma indiki şəraitdə, cari problemdə
Çin də istər-istəməz bu münasibətlərin tərəfi olur. Digər tərəfdən biz baxsaq, Hindistanın əsas müttəfiqi Birləşmiş Ştatlardır. Bilirsiniz ki, Birləşmiş Ştatlar xüsusilə reshoring prosesində artıq o Çindəki istehsal proseslərini Hindistana daşımağı hədəfləyir və bilirsiniz ki, bu konsept Birləşmiş Ştatların yeni ticarət sistemi, yeni ticarət sisteminin modernizasiyası mexanizmləri məhz bunun üzərində qurur ki, friendshoring sistemi olsun, yəni dost ölkələrlə ticarət qurulsun və bu gün artıq Birləşmiş Ştatların təhlükəsizlik doktrinasında da Çin rəqib dövlət kimi, təhdid kimi sayılır. Amma Hindistana köçürmə əslində burada bir balansı müəyyənləşdirir deyə biz baxa bilərik. Mən qeyd etmək istəyirəm ki, Cənubi Asiyanın bu iki ölkəsi qlobal iqtisadiyyatın önəmli ölkəsidir. Məsəl üçün, biz Hindistana baxsaq, Hindistan dünyanın 7-ci ən böyük iqtisadiyyatıdır və bugün Hindistan iqtisadiyyatını biz makroiqtisadi rəqəmlərlə ifadə etsək, qeyd etməliyik ki, ümumi daxili məhsul təqribən 3,5 trilyon dollar civarındadır. Hindistanla Pakistanı müqayisə etsək, Pakistanda bu rəqəm təqribən 0,3 trilyon dollar civarındadır və bu kontekstdə Hindistan daha önəmli, nəhəng bir iqtisadiyyatdır və siz də çox haqlı olaraq vurğuladınız ki, Hindistan know-howlar üzərində, texnoloji progres üzərində iqtisadiyyatı quran ölkələrdən biridir. Digər makroiqtisadi göstəricilərə biz baxsaq, görərik ki, inflyasiya aşağı-yuxarı hər ikisində belə deyək, eyni səviyyədədir. Məsəl üçün, Hindistanda bu göstərici 5-16% civarındadırsa, Pakistanda 29% səviyyəsindədir ki, bu Pakistan iqtisadiyyatı üçün indiki bu ticarət münasibətlərinin dondurması məsələsi daha ciddi şəkildə təsir göstərəcəkdir. Biz baxsaq, iqtisadi artım kontekstinə baxsaq, yenə də Pakistan üçün ciddi təhdidlərin olduğunu görə bilirik. Çünki 2023-cü ilin göstəricilərinə görə 2024-cü il proyeksiyasında Hindistanda iqtisadi artım 7,3% civarındaydısa, Pakistanda bu göstərici mənfi 0,2 səviyyəsindədir. Bu makroiqtisadi parametrlərdən əlavə mən bir məsələni də qeyd etmək istərdim ki, yəni münaqişə təkcə silahlı kontekstdə deyil, bir çox digər problemlərə, iqtisadi zəmində də gedir. Sonra üzr istəyirəm, təbii sərvətlər, resurslar uğrunda da görürsünüz. Məsəl üçün, bir-birinə qarşı artıq bunlar məhdudlaşdırıcı əməlləri həyata keçirir. Bəli, xüsusilə də məsələn, su müharibələri deyə bilərik burada. Mən bu Hind suları müqaviləsinin dondurulması əslində Pakistan üçün ciddi bir təhdid və heç də təsadüfi deyil ki, Pakistan hökuməti də dərhal kontur açıqlamasında qeyd etdi ki, biz bunu artıq münaqişə səviyyəsində, ölkələr arası münaqişə səviyyəsində dəyərləndiririk. Çünki Pakistan iqtisadiyyatına biz baxsaq, görərik ki, iqtisadiyyatın təqribən 1/4 kənd təsərrüfatı üzərində qurulub və o kənd təsərrüfatı sularının böyük bir əksəriyyəti də bu Hind suları müqaviləsi və digər paralel müqavilələrlə dəyərləndirilir. Ticarət konfliktləri hər ikisinə təsir göstərəcəkdir və çox maraqlı məqam ondan ibarətdir ki, hər iki ölkənin ticarət partnyorları da artıq bundan narahatçılıqlarını ifadə edirlər. Həm Birləşmiş Ştatlar, bilirsiniz ki, Pakistan hərbi sənayesi çox inkişaf etmiş bir iqtisadiyyatdır və o baxımdan tədarük zəncirlərində müəyyən problemlər yaşanacaqdır. Mən hesab edirəm ki, cari vəziyyət qlobal iqtisadiyyatla əhəmiyyətli dərəcədə əlaqəlidir. Və burada Cavanşir mənim vurğuladı, burada əslində latent olaraq, yəni kölgədə biz ciddi bir iqtisadi konflikti görürük. Bu konflikt, bu studiyadan da dəfələrlə sizin moderatorluğunuzda müzakirələr aparılır. Bu konflikt Çin, Birləşmiş Ştatlar və yaxud da əksinə deyə bilərik, Birləşmiş Ştatlar Çin ticarət münaqişələrinin bir proksisidir. Bu Cənubi Asiyada baş verir. Çünki hər iki iqtisadiyyat, həm Çin, həm Hindistan bu yüksələn iqtisadiyyatdır. Və Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, müxtəlif beyin mərkəzlərinin proqnozları var ki, Hindistan 2030-cu ilə qədər hətta Çini də üstələyə bilər. Ona görə Birləşmiş Ştatların və Qərbin, Avropa Birliyi burada xüsusi olaraq vurğulamalıyıq biz. Onların əsas, belə deyək, Çinə qarşı əsas iqtisadi, belə deyək, silahı, kobud formada desək, bu Hindistana, belə deyək, stavka etməkdən ibarətdir. Ki, Hindistan iqtisadi, belə deyək, Hindistan üzərindən bunu həyata keçirməkdir. Və sonda bir məqamı da qeyd etmək istəyirəm, hesab edirəm ki, bu da çox vacib bir məqamdır. Biz hal-hazırda qlobal ticarət sistemində, qlobal iqtisadiyyatda bir güc keçidi konseptini yaşayırıq. Yəni, bu bir konseptdir, bu artıq beynəlxalq münasibətin realizm konsepsiyasında da oturuşmuş bir məsələdir. Biz görürük ki, artıq çox qütblü dünya çox sürətlə gedir
və bu fonda, bu güc piramidasına da biz baxsaq, burada artıq dominant güc, yəni Birləşmiş Ştatlar hegemoniyası bir mənalı piramidanın üzərində tək deyil və bunu Birləşmiş Ştatlar çox yaxşı anlayır. Orta güc və böyük güclər arasında da bir transformasiya prosesi baş verir. Mən ticari perspektivdən baxsam, yəni iqtisadi güc kontekstindən dəyərləndirmə etsək, mən hesab edirəm ki, xüsusilə də Hindistan artıq bir sinif atlayır. Orta güc kontekstindən böyük güc kontekstinə keçir və bəli, bu ssenari 2030-cu ilə qədər dominant gücə də çevrilə bilər. Ona görə də ölkələr burada necə ki, silahlı münaqişələrdə proksi əməliyyatlar aparırlar, iqtisadi konfliktlərdə də proksidir və mən hesab edirəm ki, bu şəraitdə Hindistan əgər Birləşmiş Ştatlar üçün bir proksi müharibənin, ticarət müharibəsinin bir tərəfidirsə, Pakistan da Çin üçün bu kontekstdə əhəmiyyətli bir ölkəyə çevrilir. Bir də biz bunu Azərbaycan perspektivindən də dəyərləndirək. Çünki Azərbaycan bilirsiniz ki, son 2-3 ay ərzində Pakistanla münasibətlərini daha da dərinləşdirdi. Pakistan və Azərbaycan arasında üst səviyyə iqtisadi əməkdaşlıq formatlarının gücləndirilməsi kontekstində dövlət başçıları səviyyəsində görüşlər təşkil edildi. Elə sonuncu görüş Pakistan liderinin Azərbaycana səfəri və ticarət əlaqələrinin gücləndirilməsi perspektivindən. Əslində Azərbaycan burada mən hesab edirəm ki, Çin-Azərbaycan münasibətləri, Pakistan-Azərbaycan münasibətləri bir yön alıb, strateji bir rota cızıb və biz bunun qarşı tərəfə də baxsaq Hindistanı görürük və biz açıq şəkildə də bilirik ki, Hindistan bu şərtlər doğrultusunda Ermənistan üçün daha strateji əhəmiyyət daşıyır və Azərbaycan xarici iqtisadi siyasəti, ümumiyyətlə xarici siyasəti, diplomatiyası perspektivindən də çox proaktiv bir siyasət yürütdüyünü görə bilirik. Mən hesab edirəm ki, bunun münaqişənin dərinləşməsi perspektivdə Azərbaycanın da belə deyək, aktiv bir rol almasına gətirib çıxaracaqdır ki, iqtisadi narrativlər formalaşdırma adına və son bir məqamda vurğulamaq istəyirəm bu çərçivədə. Cavanşir mənim qeyd etdi, bu münaqişə əvvəlki Kəşmir, Hindistan, Pakistan arasındakı Kəşmir münaqişələrindən də fərqlidir. Bilirsiniz ki, 4 belə bir münaqişə olub. 47-ci ildə başlandıqdan sonra 65, 71-ci ildə və nəhayət sonuncu 1999-cu ildə baş vermişdi. Biz 2019-cu ildə bu ölkələr arasındakı ticari münasibətlərin dondurulmasını artıq görmüşdük. Və onun qlobal iqtisadiyyata təsirini ona görə çox müzakirə olunmadı ki, həmin dövr pandemiya dönəminə düşdü və zaten dünyada bir belə deyək, durğunluq dövrünə keçmişdi və bu münasibətlər təzə-təzə əlaqələr təzə-təzə qurulduğu bir səpkidə yenidən belə bir konflikt yaranıb və mən hesab edirəm ki, bu konfliktin əsas motivi heç də Kəşmir kontekstində deyil. Çünki bu hər iki daha dərin bir qatlar var orada və onların səviyyəsində artıq hərəkətlər qeydə alınır və bu çox təhlükəli bir tendensiyadır mənim. Bəli, Tofiq, tamamilə haqlı vurğulayırsınız. Bunun kökündə dayanan ən önəmli faktorlardan biri ticarət partnyoru seçmədir. Yəni əslində qlobal ticarətdə daşlar yenidən paylaşılıb və tərəflər öz mövqelərini seçirlər və indiki şəraitdə biz əslində Pakistan, Hindistan konfliktini Birləşmiş Ştatlar və yaxud da ki, Çin Birləşmiş Ştatlar konflikti kimi dəyərləndirə bilərik deyə düşünürəm. Bəli, və nəhayət axı elə odlu toqquşmalar özləri də demək olar ki, iqtisadiyyatın güc vasitəsilə aparılması deməkdir. Bunu bizə qədər deyiblər klassiklərdə, filosoflarda və əlbəttə müharibəyə qatılan hər bir tərəf ilk növbədə özünün strateji resurslarını nəzərdən keçirir ki, mən nə dərəcədə davam gətirə biləcəyəm və nə halda biz uzun müddətli qarşı durmaya hazır ola bilərik. İkisinin də potensialı var. Təbii ki, baxmayaraq ki, Hindistan daha belə deyək də cazibəli görünür uzaqdan və həqiqətən də onların potensialı böyükdür, amma Pakistan da deyək ki, zəif ölkə deyil. Digər tərəfdən də burada müttəfiqlik amili çox vacib rol oynayır və nəzərə alsaq ki, həm də bu iki dövlətin çox böyük beynəlxalq daşımalara təsirləri var burada və xüsusilə də həm də Hind okeanı ilə keçən o dəniz yollarındakı vəziyyətə də bu sirayət etməyə bilməz. O baxımdan da əlbəttə ki, bir çox aktorlar, ölkələr artıq narahatdırlar ki, bəs bu qarşıdurmanın sonu nə ilə bitəcək? Hansı tərzdə nöqtə vurulacaqmı yoxsa yox? Və təbii ki, burada əlbəttə dəfələrlə deyirlər ki, müharibələr tarixin mamacalarıdır da. Yəni onlardan sonra bəli, dağıntılar olur, itkilər olur, amma yeni artıq konseptlər də, yeni
belə deyək, təşkilatlar, yeni ölkələr, yeni nə bilim sərhədlər meydana gəlir. Yəni faktiki olaraq insanlar həmişə buna hazırdılar. Amma digər ki, başa düşürlər ki, bu böyük fəlakət həm də dəhşətli bir şeyə çevrilə bilər. Çünki indi biz bu prosesi həm də qlobal dünyada baş verən o qarşıdurma meyllərinin xüsusunda nəzərdən keçiririk. Çünki görün neçə dənə qaynar nöqtə var. Ən azı elə Ukrayna ilə Rusiya. Yaxın Şərqdə də artıq bir neçə ölkə demək olar ki, yaxından belə deyək, qarşıdurmaya qatılıblar və orada da artıq elə qırılımcılar var ki, təsirləri bir qədər dəhşətli formaya tutuşdurur. Sonra başqa elə qaynar nöqtələr də var. Elə bəzi hallarda mənim çox yaxşı yadıma gəlir. Bir neçə il bundan qabaq biz müharibədə qalib olandan sonra artıq bir il keçər-keçməz Amerikadan da, Avropadan da belə səslər gəlirdi ki, Cənubi Qafqaz çox turbulent bir bölgədir və orada elə bir qığılcım yarana bilər ki, halbuki Azərbaycan artıq demək olar ki, müharibənin sabitlik təmin olandan sonra bəli, yəni onlar istəklərini belə ifadə edirdilər ki, yəni nəyə görə siz bunu deyirdiniz? Xüsusilə də yadınıza gəlir James O'Brien, nə bilim, Yuri Kim və s. onlar belə deyək ki, belə faktiki olaraq müharibənin carçıları kimi çıxış edirdilər. Və istəyirdilər ki, onların dedikləri həqiqətə çevrilsin. Və təbii ki, o dövrdə mənim yaxşı yadıma gəlir. Siz də xatırlayırsınız ki, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Amerikaya yollandı və qayıdandan sonra orada da bildirdi ki, biz ümumiyyətlə bu Zəngəzur məsələsini gündəmdən çıxarırıq. Bizim alternativimiz var. Yəni, rahat olun. Biz artıq sizə imkan verməyəcəyik ki, siz bizdə vəziyyəti daha da gərginləşdirəsiniz. Çox səlis, mən deyərdim, Azərbaycan diplomatiyasının bir gedişi idi və bir qədər soyuq duş effektini də orada yaratdı. Bəli, və nəhayət yaxın şərq bildiyimiz kimi, Rufiz müəllim, yəqin ki, siz daha dərinliklərdən xəbər verəcəksiniz bizə. Nəyə görə? Çünki biz görürük orada Suriya və Suriyanın ətrafında çox dolaşıq, gərgin, hətta təhlükəli proseslər gedir. Əlbəttə, burada mən bir daha doğrusu Azərbaycan diplomatiyasının yanaşmasına istəyirəm diqqət yönəldim ki, biz çox çalışırıq ki, Türkiyə ilə İsrail arasında vəziyyət normallaşsın. Çünki hər ikisi bizim müttəfiqimizdir, hər ikisi önəmli dövlətdir və onların kifayət qədər gücü, bacarığı da var ki, yeni ürəkaçan bir nizamı formalaşdırsınlar. Amma çox təəssüf ki, hələlik biz bu imkan üçün real vəziyyəti hazır saya bilmirik. Nə tək biz elə dünya təhlilçiləri də və beyin mərkəzləri də və s. Ruz müəllim, nə baş verir bu Suriyada? Yəni Suriyada necə deyirlər, köhnə sistem çöktü, çökmək üzrədir demək olar hətta, amma təzə də çox böyük bir istirablarla, əzab əziyyətlə yaranır. Amma bu ətrafda da dövlətlərin oradakı iştiraki, müdaxilələri və hətta planları. Nəyi biz orada müşahidə edirik? Tofiq müəllim, dəvətiniz üçün təşəkkür edirəm. Suriya mövzusu, ümumiyyətlə yaxın şərq mövzusu hər zaman aktual olub və mən düşünürəm ki, onun önümüzdəki bəlkə də 50 ildə yenə aktual olacaq. Çünki dünyanın bütün ölkələrinin maraqları bu bölgədə toxunmaqdadır. Bəlli məsələdir ki, Suriyada bir hakimiyyət, rejim dəyişikliyi oldu, bəlli qruplar hakimiyyətə gəldi, keçid hökuməti yarandı. Ümumiyyətlə, biz Suriyadan danışarkən çox euforik bir belə vəziyyətlə qarşılaşıq və çox belə qəribə bir tendensiya yaranıb. Bugün toplumda da, beynəlxalq ictimaiyyətdə də sanki bütün məsələlər Suriya məsələsi ilə, Bəşər Əsəd hakimiyyətinin dəyişilməsi ilə bölgədə bir müharibə bitdi və sanki bir stabillik oldu. Əslində, bugün Suriyada olan vəziyyət, bəli, qismən də olsa hardasa atəşkəs var, amma bəlkə də Suriya tarixinin ən kövrək dönəmini yaşamaqdadır. Həm siyasi baxımdan, iqtisadi baxımdan, müxtəlif burada proksi güclər və s. Əgər icazə versəydiniz, mən bunların hamısına imkan daxilində maksimum yanaşmaq istərdim. Hər şeydən öncə biz bir şey bilməliyik, yeni Suriya hakimiyyəti qarşısında çox ciddi problemlər var. Bu problemlərdən ilk növbədə ən əsası beynəlxalq legitimlik məsələsidir ki, bunun tanınması məsələsi var. Çünki bugün keçid hökumətinin prezidenti Şəra hökuməti, Əhməd Şəra, daha doğrusu keçmiş bir cihadçı olduğu üçün bir çox Avropa ölkələri, eləcə də Ərəb ölkələrinin özləri də bunu bir o qədər ciddi saymırlar. Daha doğrusu çox riskli bir şəxsiyyət kimi qəbul edirlər. Üzr istəyirəm sizdən, mənim sualım var, ona görə sözünüzü kəsirəm, çox üzr istəyirəm. Onu həm də ona görə yəqin ki, qəbul etmirlər ki, o Suriya ilə artıq müttəfiqdir.
Mənə elə gəlir ki, burada daha doğrusu Türkiyə ilə. Mənə elə gəlir ki, daha çox Təbii burada ki. Türkiyənin iştirakını onlar Şübhəsiz. sanırlar və onu normal həzm eləyə bilmirlər. Tofiq, mən o məsələyə xüsusi olaraq, ümumiyyətlə Türkiyə məsələsinə burada xüsusi yanaşmaq lazımdır. Birinci məsələ legitimlik məsələsidir. İkinci məsələ qaçqınların ölkəyə qayıtması məsələsidir. Üstü örtülü, belə səthi olsa da bunlara toxunacağım. Digər bir məsələ devalvasiya məsələsidir. Suriya, belə deyək də, iqtisadiyyatının ölü olmasıdır və digər başlıca önəmli məsələlərdən biri İsraillə münasibətlər bundan sonra necə olacaq? Və başqa bir məsələ, bugün Birləşmiş Ştatların, mən daha öncə də qeyd etdim ki, Suriya hökumətinin legitimliyini tanımaq üçün, onun üzərində olan sanksiyaların qaldırılması üçün 8 tələbi var. Bu 8 tələbin bəziləri əslində o qədər də önəmli deyil, yəni beynəlxalq ictimaiyyət üçün. Amma əsas məqamlara mən toxunmaq istərdim. Birinci məsələ terrorla mübarizə məsələsidir ki, Əhməd Şara hökumətindən bugün Birləşmiş Ştatlar ilk növbədə bunu tələb edir. Digər bir tərəfdən, Suriyada itkin düşən Amerika vətəndaşlarının tapılması üçün ortaq komissiyanın yaradılması. Digər bir məsələ, kimyəvi silah bazalarının, yerlərinin, sayılarının, hamısının bir-biri Birləşmiş Ştatlara konkret olaraq təhvil verilməsi, onların koordinatlarının belirlənməsi. Digər önəmli bir məsələ isə, bax, bu əsas iki məsələ bugün Suriya hökumətinin, yeni hökumətin sanki boğazında qalan, belə deyək də, o həzm eləyə bilmədiyi bir məqamdır. Ən əsası isə İranla bağlı olan bütün, istər Şiə müqaviməti olsun, istər liberal qruplar olsun ki, təbii ki, yoxdur, bütün qruplaşmalar Sepah daxil olmaqla Suriya ərazisində qeyri-qanuni hesab olsun və onlar terror təşkilatı elan olunsun. Tələb budur. Bunu Amerika tələb edir. Amerika tələb edir. Digər bir tələbi də isə və ən həssas, ən məqam, belə deyək də, əsas məqamlardan biri də Fələstinlə bağlı olan bütün, istər Hamas olsun, İzzəddin Qəssam olsun, Fəth olsun, bəlli məsələdir ki, orada müəyyən qruplaşmalar var. Bütün təşkilatlar terror qruplaşması adlanacaq və onların Suriya ərazisində fəaliyyəti qadağan olacaq. Bu, Birləşmiş Ştatların Suriya hökumətindən tələbidir. Digər bir tərəfdən, baxın, yenə deyirəm, biz Suriyadan danışarkən çox belə rahat danışırıq. Əslində, Suriya hökuməti qeyd etdiyim kimi, bugün tarixin ən həssas və ən kövrək dönəmini yaşamaqdadır. Məzhəb problemi hələ də həll olmayıb. Digər bir tərəfdən İranın bəli təsiri qismən azaldı. Amma bu o demək deyil ki, İran orada olan vasitələrini, o təzyiq vasitələrini tam olaraq etirdi. Ələvi faktor var. Digər bir tərəfdən ikilənmiş, parçalanmış Druz faktoru var ki, bu yaxınlarda biz Druzlarla Sünni ərəblərin arasında bir qarşıdurmanın şahidi olduq. Təbii ki, Druzlar Livandan tutmuş İsrail və Suriya ərazisində yaşayan etnik və məzhəbi bir qrupdur. Və bunların arasında bir parçalanma var. Druzların bir qismi mədəni və muxtariyyət istəyirlər, mədəni və ərazi muxtariyyət istəyirlər Suriyadan və Suriyanın onlara, İsrail də təbii ki, onları dəstəkləyir. Yenə deyirəm, başqa bir məsələ isə burada Türkiyənin rolunun güclənməsidir. Türkiyə təbii ki, Suriyada çox güclü rola malikdir. Xüsusən də yeni hakimiyyətin, belə deyək, Əsədin devrilməsindən sonra burada baş verən hakimiyyət və hadisələr. Amma bütün bunlarla yanaşı, Tofiq müəllim, Türkiyənin Suriyada rolu da, vəziyyəti də düşünüldüyü kimi olduqca güclü deyil. Baxın, hər nə qədər Suriya burada güclü, Türkiyə, Ankara güclü oyuncu olsa da, bizim unutduğumuz və üstünə gəlmədiyimiz bir məsələ var. Ərəb etnik faktoru. Hakimiyyət dəyişildikdən sonra Əhməd Şaranın ilk səfər etdiyi har oldu? Qətər oldu. Səudiyyə Ərəbistanı oldu, digər ərəb ölkələri oldu və Səudiyyə Ərəbistanı heç bir halda Qətərlə Türkiyə müttəfiq olsalar belə, heç bir halda Türkiyənin bu ölkənin gələcəyində olduqca, belə deyək də, icazə verilən həddən daha güclü bir rol olmasına imkan verməyəcəklər. Bugün maraqlı bir fakt demişsə, məsələn, Suriya Demokratik dırnaqarası güclərinin, özlərinin Kürdlərin müdafiəçisi kimi qələmə verən bu qəsədə deyək də, onların belə ərəb mediasında açıq şəkildə bugün propagandası gedir. Bu nəyin göstəricisidir? Bugün bu məsələdə, Suriya məsələsində bir qədər susqunluq nümayiş etdirən Səudiyyə Ərəbistanı belə bölgədə Türkiyənin çox ciddi rol almasından olduqca maraqlıdır. Digər bir tərəfdən, biz bilirik ki, ərəb dövlətlərinin üstün cəhətlərindən biri idi ki, orada daxili kəşfiyyat var idi, bir də xarici kəşfiyyat var idi. Suriya həmişə öz daxili istixbaratı ilə güclü idi. Bugün sual yarana bilir ki, bax, bu daxili kəşfiyyat nə oldu? Əhməd Şara, bütün bunlar hara səpələndilər?
yaxşı digər güclər, istər İran olsun, istər İsrail olsun, istər başqa ölkələr olsun, Türkiyənin özü olsun, Səudi Ərəbistan olsun, bu qüvvələrdən istifadə edəcəklərmi, etməyəcəklərmi? Dolayısıyla siz Suriyada düşünüldüyü kimi vəziyyət yaxşılığa gedir, bəli, müəyyən addımlar atılır, amma heç də Tofiq müəllim o düşünüldüyü kimi və yaxud da ki, bugün bir çoxlarının iddia etdiyi kimi Suriyada vəziyyət könül və ürək açan deyil. Digər bir tərəfdən Suriya hökuməti bugün İsrail qarşısında belə deyək, öhdəliyi yox, konkret olaraq İsraillə gələcək münasibətlərini formalaşdırmalıdır. Bax, bu da əsas məqamlardan biridir. Bu olmadıqca Suriyada stabilliyin, istiqrarın olması mümkün deyil. Digər bir tərəfdən həll olunmamış məsələ İran-Suriya münasibətləridir. İraq, baxın, bugün biz İraqdan danışırıq, amma gəlin etiraf eləyək ki, Suriya ümumiyyətlə yaxın şərqdən danışarkən İran faktoru şübhəsiz danılmazdır. Burada bir İran faktoru olub güclüdür. İraq bugün beynəlxalq aləmdə, eyni zamanda Birləşmiş Ştatlar üçün İranın son qalasıdır və hesab olunur ki, əgər İran ilə böyük bir müharibə olacaqsa, heç şübhəsiz bu müharibə ilk olaraq İraqda başlayacaq və İraqdan sonra İrana transfer olunacaq. Yəni, bu haqda artıq işarələr var, bunu böyük ciddi siyasi şərhçilər deyirlər. Bu baxımdan həssas bölgədir. Yəni, burada deyirəm də, bir şey mən xüsusi olaraq qeyd etmək istəyirəm, bəzən Azərbaycan məsələsinə xüsusi olaraq xarici siyasətimizə toxunmaq istəyirəm. Baxın, Suriya-Azərbaycan münasibətləri, ümumiyyətlə Azərbaycanın ərəb dünyası ilə münasibətləri çox dərindir. Hesab edildikdən də güclüdür. Konkret olaraq, məsələn, Fələstin-Azərbaycan münasibətləri bilirsiniz, ümumilli liderə dayanan bir münasibətlər olub. Təbii ki, mövzu o deyil. Eyni zamanda Suriya Bəşər Əsəd dönəmində də Azərbaycan və Suriya arasında bir diplomatik münasibət var idi. Baba, atası zamanı, ondan sonra da. Amma bu kimin tərəfindən pozuldu bu diplomatik münasibətlər? Heç şübhəsiz ölkəsini terrorçu qruplaşmalara, PKK-ya, ASAL-aya, bütün o ermənilərə belə deyək, peşkeş eləyən Əsəd hökuməti tərəfindən, Əsəd yönetimi tərəfindən bu münasibətlər pozuldu. Amma buna baxmayaraq, hakimiyyət dəyişikliyi sonrası bir şey də xüsusi olaraq qeyd edim, Tofiq müəllim, ərəb ölkələri Suriyaya təbrik mesajı göndərməyə tərəddüd etdikləri zaman Azərbaycan onlardan öncə Suriya ilə diplomatik münasibətlərin bərpa olunması məsələsini gündəmə getirdi və Azərbaycan Xarici İşlər Nazirinin nümayəndələri Yalçın Rəfiyev getdilər Suriyada görüşlər və açıqlama verdilər Əl-Cəzirə kanalına ki, biz Suriyadan istədiyimiz mesajları aldıq. Təbii ki, Suriya bizim üçün çox önəmlidir. Həm Türkmen amili məsələsi var burada, soydaşlarımız, digər bir tərəfdən bu ərazilərdə çox ciddi neft yataqları artıq bu da gündəmə gəlir. Dünən məsələn bir təbii ehtiyatlar məsələ, hətta dünən Suriya telekanalında da biz bunu müzakirə elədik. SOCAR-ın orada gələcək fəaliyyətləri nə qədər rentabillidir deyil bu məsələlər. Digər bir tərəfdən bu PKK-nın və eyni zamanda Asala terror təşkilatının mərkəzi olub. Bu mərkəzin çökməsi heç şübhəsiz bizim milli maraqlarımıza xidmət edən amillərdən biridir. Təbii ki, digər məsələlər də var. Burada müxtəlif sahələrdə əməkdaşlıq ola bilər, amma qeyd etdiyim kimi bölgə çox həssas məsələ bölgədir və bölgəyə sadəcə Suriya kontekstindən yanaşmaq da biraz doğru olmaz. Çünki yenə deyirəm, İran var, Fələstin var, ayrıca ərəb ölkələri arasında olan münasibətlər var. Suriya-Livan münasibətləri var, Hizbullah faktoru var. Yəni çox belə deyim də gərgin, çox qəliz bir vəziyyət var. Əlbəttə, yəni faktiki olaraq biz indi Amerika Birləşmiş Ştatları güya uzaqdan bu prosesləri müşahidə edirik və onun güya dəst xətti orada yoxdur, amma əslində var. Təbii ki, var. Çünki faktiki olaraq Amerika İraqda nəyə nail oldu? Heç bir şey. Qan, terror, fəsad. O öz yerində, bəli. Və həm də demək olar belə də İraqı şərti olaraq 3 yerə bölüb çıxdılar orada. Bəli. Bir Şiə İraqıdır, bir Kürd, Sünni və Kürd və Sünni. Sünni, bəli. Yəni 3 yerə fraqmentləşdirdilər də. Faktiki olaraq da Amerikanın da, İsrailin də istəyi ondan ibarətdir ki, Suriyanı fraqmentləşdirsin. Ona görə onlar Druzları indi bu saat dəstəkləyirlər. Və Druzların şeyxləri ilə artıq ünsiyyətə başlayıblar, onlara dəstək verirlər və s. Amma burada Türkiyənin istəyi odur ki, Suriya unitar dövlət kimi qalsın. Çünki bu Türkiyənin maraqlarına xidmət edən amildir. Çünki parçalanma çox ciddi fəsadlara gətirib çıxara bilər. O gələcək münaqişələrin təməlini qoyacaq da bir daha. Təbii ki. Çünki istər-istəməz onların aralarında 1, 2, 3 region olacaqsa ən azı, onların arasında yeni ziddiyyətlər ortaya çıxacaq. Tofiq, mən bir şey qeyd edim. Bu Druz məsələsi çox aktual məsələdir, önəmli məsələdir. Bax, burada Druzlar arasında da ciddi parçalanmanın bir şahidi olmuş olduq. Druzların bir qismi qeyd etdiyim kimi İsrail tərəfindən dəstəklənir və açıq şəkildə İsrailə simpatiyalarını bildirirlər.
digərləri isə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər və artıq mərkəzi hökumətlə danışıqlara getdilər, silahları təhvil verilir. Hətta bölgənin ən ciddi Druz lideri Vəli Canbulat, bilirsiniz, yaxın şərqdə çox tanınan və sevilən bir liderdir. Gəldi, 2 dəfə Dəməşqə gəldi və hakimiyyətlə görüşdü. Bu onu göstərir ki, ümumilikdə götürdükdə İsrail istisna olmaqla bölgədəki Druzların böyük çoxunluğu Suriyanın belə deyək də ərazi bütövlüyü tərəfini dəstəkləyirlər. Livanda olanlar, Suriya ərazisində olanlar, təbii ki, İsrailli olan Druzlar isə öz dilləri ilə deyil, İsrailin dili ilə danışırlar. Bu ayrı bir mövzudur. Yəni parçalanma bax burada da Druzlar arasında da müşahidə olunur. Biz proqramımızın əvvəlində Hindistanla Pakistan arasında olan münaqişəli vəziyyətə toxunanda o terror aktını yada saldıq ki, 26 nəfərin dünyasının dəyişməsi ilə deməli nəticələnmiş bu akt demək olar ki, iki dövləti indi müharibə yoluna çıxarıb. Bu son günlər ərzində də 2 gün bundan qabaq, heç uzağa getməyək. Demək, Druzları aşağılayan orada video, çarxlar, plakatlar və s. çıxdı ortaya və bunların arasında dava düşdü. Yəni yerli ərəblərlə, sünni ərəblərlə. Bəli, bəli. Demək, Druzlar arasında artıq münaqişəli vəziyyətdir. Çünki onlar bir-birini demək olar ki, indi nifrətlə qarşılayırlar. Burada bir spekulativ... Siz bizi aşağılayırsınız və hansı unitar dövlətdən danışırsınız, hansı bizim hüquqlarımızın bərpasına Tofiq müəllim, orada maraqlı əslində hardasa spekulativ bir məqam oldu. Deməli, o 2 həftə bundan əvvəl, təxminən 1 ay yaxın bundan əvvəl Druz lideri Mərvan Kirvan adında birisinin səs yazısı, baxın, səs yazısı, video görüntüsü yox, səs yazısı yayılır və orada həmin adamın peyğəmbəri, İslam peyğəmbərini təhqir etdiyi şeylər. Amma bundan sonra olan videoda... O təqzib elədi, mən belə şey deməmişim. Amma bunun üstünə gəlmədilər. Dolayısıyla... Bəs demək istəyirəm ki, burada təxribatlara yenə də geniş yer verilir ki, burada sabitlik olmasın. Çünki Suriya müvəqqəti hökumətinin ən böyük istəyi və ən çalışdığı məqsəd ondan ibarətdir ki, sülhə keçid olsun. Bəli. Çünki həqiqətən də əllərdə silahlar var, qruplaşmalar həddən artıq çoxdur. Olduqca çoxdur. Digər tərəfdən onların məhzəb ayrılığı, nə bilim, dini belə IŞİD-in yenidən gündəmə gəlməsi məsələsi var. Yəni, baxın, Birləşmiş Ştatların özünün bu terrorla mübarizə məsələsini tələb etməsi bugün vaxtilə Əhməd Şara ilə birgə vuruşan o hardasa biraz İslamcı, mühafizəkar qrupların hökumətdən ayrılmasına gətirib çıxara bilər. Çünki onlar deyirlər ki, Əhməd Şara hökuməti Birləşmiş Ştatlarla dialoqa getməklə şəhidlərimizin qanını təhqir etmiş oldu. Və IŞİD, o terror təşkilatı ki, heç şübhəsiz onun beyin mərkəzi Qərbdir. Bu istisna həm də bəzi bölgə ölkələrinin bağlı strukturlarıdır. Təbii ki. Bax, onlar bu faktda nə edirlər? Aktiv bir şəkildə başladılar. Sosial şəbəkələrdə, Instagram hesablarında, orada burada istifadə eləməyə. Dolayısıyla elə qəribə bir və çətin bir vəziyyət alınıb ki, bugün belə deyək də hər tərəfdən sıxılmış Əhməd Şara hökuməti bunu tək başına etmək, bununla bacarmaq iqtidarında deyil. Bu baxımdan qeyd etdiyiniz kimi Türkiyədə burada Türkiyənin rolu çox önəmlidir. Amma digər bir məsələ də var ki, etnik faktorlar heç şübhəsiz göz ardı edilməməlidir. Zaten Saudi Ərəbistanın Suriyanın o borclarını ödəməsi artıq təbii ki, heç bir şey havayı deyil. Bu, yəni boş yerinə olunan addım deyil. Təbii ki, bunun müqabilində müəyyən addımlar, müəyyən şərtlər qoyulacaq Suriya hökuməti qarşısında. Bəli, mən burada bir paralelə keçmək istəyirəm, Cansu müəllim. Yəqin siz də bilirsiniz. Səhv etmirəmsə 2010-cu ildə idi. Tehranda, demək, İran, İraq və Suriya dövlətləri, hökumətləri arasında bir saziş imzalandı ki, deməli, İrandan bu ölkələrin ərazisindən keçərək bir qaz kəməri çəkilsin, bir də avtostrada çəkilsin ki, düz Aralıq dənizinin sahillərinə çıxsın. Çox böyük bir coşquyla, təmtəraqla, demək, bu sazişə imzalar atıldı və az keçmədi ki, Suriyada artıq o proseslər başladı. Onu İraqda Şiə koridoru adlandırdılar, o bölgəni Şiə koridoru. Hər halda indi bu iqtisadi bir layihə idi. Bəli, bəli. İndi isə Türkiyə çalışır ki, Qətər qazını artıq Suriyanın vasitəsilə çatdırsın Aralıq dənizinin sahillərinə. Çünki faktiki olaraq bu axı xalqlara, sonra o kəmərin keçdiyi ölkələrə hamısına lazım layihədir. Və qaz özü ilə axı müharibə gətirməyəcək, qaz özü ilə sabitlik gətirəcək. Yəni hardasa o kəmər keçəcəksə orada işçi qüvvələri artıq tapılacaq, müəssisələr təşkil olunacaq, sonra quruculuq işləri olacaq və s. və s. və s. Bax, bu proseslərin hamısına biz nəzər yetirəndə görürük ki, o iqtisadi layihələrin arxasından həmişə qanlı siluetlər boylanır və canlanır.
Tofiq, mən bir Bəli. şey də qeyd edim. Baxın, Türkiyə bilirsiniz ki, Suriya ərazisində ümumiyyətlə 2-3 əməliyyat keçirib də, antiterror əməliyyatları. Fərhad Qalxanı, bir də ismin oldu. Ümumiyyətlə 2-3 əməliyyat keçirilib. Türkiyənin keçirdiyini, Türkiyənin Zeytun Zeytun budağı, Fərhad Qalxanı. Amma bugün də baxın, hakimiyyət dəyişib, Bəşər Əsəd rejimi çöküb, amma buna baxmayaraq Türkiyə ordularını oradan çəkməyib. Bu nəyin göstəricisidir əslində? Bu onun göstəricisidir ki, hələ də vəziyyət düşünüldüyü kimi və iddia edildiyi kimi yaxşı deyil, risklidir. Və bunun elə özü çox böyük, belə deyək də, gələcəkdə baş verəcək hadisələrdən xəbər verir və bir də bugün çox aktual məsələlərdən biri Tofiq müəllim nədir? İsrail ilə Türkiyənin bölgədə baş-başa gəlməsi məsələsidir ki, artıq bu risk də özü bölgə üçün çox ciddi fəsadlara səbəb ola bilər və yadınızdadsa azadlıq flotiliyası məsələsində bu iki ölkə arasında çox ciddi bir böhran yaranmışdı. Diplomatik əlaqələr sıfıra endirilmişdi, amma Azərbaycan vasitəsilə bu iki ölkə arasında ən azı yəni müəyyən bir səviyyəyə gəldilər, diplomatik əlaqələr bərpa olundu. Bu baxımdan düşünürəm ki, Azərbaycan yenə həmin missiyaya əgər tələb olarsa üstlənə bilər və bu bölgədə yarana biləcək çox böyük, ciddi xaosun qarşısını almaq iqtidarında olan, bəlkə də deyərdim ki, yeganə ölkədir. Yəni, sözün əsl mənası. Bəli, ümumiyyətlə Suriya çox vacib rol oynayır, siz bayaqlar qeyd etdiyiniz kimi, həm yaxın şərq, həm də orta şərq siyasətində və faktiki olaraq açar dövlətdir. Çünki bir ucu gedir çıxır Aralıq dənizinə və oradan yeni marşrutlar başlayır ta şərqə doğru. Və bu proseslərdə də Canşir müəllim, mənə elə gəlir ki, Qəzza məsələsi də çox, mən deyərdim, məşəqqətli, sonra çox dərin bir böhranlı vəziyyətdir və onun sonu görünmür. Faktiki olaraq burada İsrailin biz bir arqumentini görürük ki, güc, yenə də güc. Amma bu da işləmir axı, Canşir müəllim, bu da işləmir və təsadüfi deyil ki, hətta İsrailin daxilində indi demək olar ki, solçu düşərgə bir nəfər kimin ayaq üstədir və tələb edirlər ki, o əməliyyatın qarşısı alınsın. Siz necə bilirsiniz? Bax, mənə elə gəlir ki, o Qəzza bölgəsində olan, ümumiyyətlə o sektorun özünün mahiyyəti həddən artıq, mən deyərdim, dərindir. Yəni, göründüyü qədər də deyil, çox dərindir. Əlbəttə, indi Netanyahu hökuməti çalışır ki, o 69 ya 59 nəfər ilə girov qalıb, onların özlərini alsın, təhvil versinlər Fələstinlilər, amma deyilənə görə onların da desən 28 nəfər artıq dünyasını dəyişir. Açıqlama var idi ki, artıq aktual deyil girov məsələsi İsrail hökuməti üçün. Amma bu heç olmasa bir nəfər də olsa belə canlı bir adamı almaq istəyir ki, bax görürsün, mən söz verirəm. Hədəflərimə çatdım. Hədəflərimə bəli çatıram. Hər halda bu gündəmdə olan məsələdir. Və bu olduğu halda belə İsrail yenidən keçir demək əməliyyata. Bu nədən xəbər verir? Yəni mənə elə gəlir ki, burada artıq güc amili özünü doğrultmur. Bu faktiki olaraq gərək yerini versin diplomatik səylərə. Güc amilinin özünü doğrultmaması barədə dediyiniz əslində son 30 ildə beynəlxalq praktikada istifadə olunan BMT-nin heç nəyə yaramaması məsələsi ilə elə paralellik təşkil edir. Çünki necə ki biz deyirik, beynəlxalq siyasətdə beynəlxalq hüquq normaları işləmirsə, deməli ərazidə də güc özünü doğrultmaya bilər. Bunlar paralel olaraq hər ikisi öz təsir qüvvəsini itirib. Və niyə itirib? Baxın, elə Tofiq müəllim çox ətraflı və yaxşı izah elədi ki, Suriyada hansı ziddiyyətlər var. Hələ Suriyanın öz daxilindəki ziddiyyətlərdən başqa beynəlxalq kontekstdə də Suriya ətrafında olan ziddiyyətlər var. Suriyanın içərisindəki ziddiyyətlərdən onlarla paralel olaraq, həm də xarici qüvvələrin də əlbəttə ki, orada maraqları da var, ona görə də orada sabitliyin belə tez gələcəyinə ümid etmək özü də çox böyük sadəlövhlük olardı. Baxın, 10 ildən çox kollektiv qərb Suriya rejimini devirmək üçün Suriyanı cəhənnəmə döndərdi. İşiddən tutmuş, hər şey ora gəldi. 11 ildən başlayaraq dedilər ki, Bəşər Əsəd getməlidir. Sona qədər də o ölkəni dağda getdilər və indiki vəziyyət yarandı. Və ora dünyada tanınmış, belə vahimə yaradan bütün terror təşkilatları gəldi orada vuruşdu. İşid özü. Və kollektiv qərb Əsəd rejimini devirə bilmədi. Bu da gücün, siz dediyinizin ispatıdır. Güc Amerika boyda dövlətin gücü çatmadı ki, Əsəd rejimini devirsin. Axırda Əsəd rejimini Əhməd Şara adlı bir cihadçı adlandırdığımız bir cavan oğlan devirdi. Yəni bu
deyirsiniz güc işləmir. Bəli, güc siyasətdən ayrı olduqda heç vaxt işləmir. Siyasət də gücdən ayrı olduqda heç vaxt işləmir. Bunların ikisinin bir yerdə uzlaşmasına ehtiyac var. Tamamlamalıdırlar da bir-birini. Amma bu uzlaşma necə baş verər? O vaxtı ki, Amerika və İsrail bu bölgədə siyasi vəziyyəti, hərbi vəziyyəti öz nəzarətində saxlamağa çalışır. Digər tərəfdən Rusiya Suriyada öz hərbi bazalarını sona qədər qorumağa çalışdı və müəyyən qədər buna nail olub hələ ki. İran da orada öz proksilərini yerləşdirməklə o bütövlükdə bölgəyə təsir gücünü artırmağa çalışırdı. İndi bu qədər qarşılıqlı təsirlərin ortasında qalan sonda Suriya xalqıdır. Və siz də qeyd etdiyiniz kimi, oradan da Suriya olsun, İraq olsun, ora bizim üçün də o qədər yad bir məmləkət deyil. Zamanında, Səfəvilər zamanında Azərbaycandan ora köçmüş 10 minlərlə əhali var ki, onların da varisləri indi də orada yaşamaqdadılar. Və Suriya türkmənləri də elə, İraq türkmənləri də əslində çox hissəsi etnik kökünə görə Azərbaycanlıdırlar, Səfəvilər ərazisində ora köçmüş adamlardır. Ona görə oradakı vəziyyət əlbəttə hər birimizi narahat edir. Amma indi gözləmək ki, Əhməd Şərah hökuməti Suriyanı bu dəqiqə dünya miqyasında tanınan bir dövlətə çevirəcək, bu çox utopiya olardı. Çünki orada hələ bu hökumət özü də devrilə bilər. Sualların sayı çoxdur, Xarici problemlərin sayı qüvvələr çoxdur. tərəfindən devrilə bilər. Amerika qoşunları hələ də Suriyadadır, İsrail qoşunları Suriyadadır. Daxili qüvvələr tərəfindən Türkiyə devrilə qoşunları. bilər. Daxildə də ki, siz hamısını saydınız. Orada onlarla fərqli istiqamətlərdə çalışan siyasi hərbiləşmiş dəstələr var. Üzr istəyirəm, Canşir müəllim, şərainin arxasında 50 minə yaxın silahlı qüvvə var. 50 minə yaxın. Elə Suriyada, əgər mən düz demirəmsə, siz məni onda korrekt eləyərsiniz. Elə iki ən azı o sayda olan digər alternativ qüvvələr də var. Hələ ki, onlar güya öz aralarında çalışırlar, dil tapsınlar. Amma siz demişim, bu vəziyyət çox kövrəkdir. Mən də inanmıram ki, Əhməd Şəra... Suriya indi dövlət quruculuğu prosesinə başlamalıdır. Əlbəttə, sabitlik lazımdır. Amma Əhməd Şəraya imkan veriləcəkmi ki, o dövləti özü və ya Suriyalılar qursun? Əlbəttə verməyəcəklər. Türkiyə öz maraqlarını təmin etməyə çalışacaq, Amerika öz maraqlarını təmin edəcək, Rusiya, İran və hamımız. Yəni, bütün maraqlı qüvvələr çalışacaq ki, onlara loyal olan qüvvələr də bu siyasi hakimiyyətdə müəyyən bir mövqe əldə edə bilsinlər. Və bu da təbiidir. İndi bu maraqların bu qədər çox tərəfli toqquşması əsasında Şara hökuməti dövlət quruculuğuna başlayıb müstəqil yeni dövlət qurmalıdır. O buna nail ola biləcəkmi? Bu onun özündən asılı deyil. O bunu çox istəyə bilər. Onun arxasında duran 50 min nəfər də bunu çox istəyə bilər. Amma kənar müdaxilələr orada hələ qeyri-sabitliyin uzun müddət davam edəcəyinə işarə verir. Canşir müəllim, bir dəqiqləşdirmək istəyirəm, siz səsləndirəsiniz. İki dilemma var da, indi hər halda haqqında danışdığımız bölgə ətrafında və onun daxilində. Bir Suriya, bir də Qəzza. Bunların arasında siz bir bağlılıq görürsünüz, yoxsa yox? Ya bunlar ikisi əlahiddə özündən bir-birindən asılı deyil? Qəzza ümumiyyətlə həmişə spekulyasiya predmeti olub böyük siyasət üçün. Yəni, əgər tutaq ki, baxın, 47-ci ildən bu yana, tutaq ki, Qəzza kimi balaca bir bölgədə vəziyyəti sabitləşdirmək bu boyda dünyanın imkanında deyildi, əlbəttə imkanındaydı. Yəni, istənilsəydi, bu problem həll olsun, bu çoxdan həll oluna bilərdi. Mən Canşir, daha sonra fikrimi bitirdiyiniz əlavəm olacaq, əgər mümkünsə. Siz bitirdiniz fikrinizi? O Qəzza ilə bağlı demək istəyirəm. Qəzza da oradan da həmişə spekulyasiya predmeti olub və həmişə böyük qüvvələri baş-başa gətirib. Rusiya ilə Sovet dövründə Sovet İttifaqı ilə Amerikanı. Sonra Avropa İttifaqı da orada qatıldı. Sonra BMT özü iş başına gəldi ki, bəs biz də burada vasitə. Bəli, yəni ona görə Qəzzada yaşayan insanların özlərindən heç nə asılı deyil, heç vaxt heç nə asılı olmayıbdır və sabah da, gələcəkdə də onlardan heç nə asılı olmayacaq Qəzzanın gələcəyi ilə bağlı. Qəzzanın gələcəyi ilə bağlı məsələlər yalnız beynəlxalq güc mərkəzlərinin maraqlarının, ortaq maraqları nəticəsində həll oluna bilər. Burada da əlbəttə İsrail xüsusilə böyük rol oynayır. İsrail istəyir ki, Qəzzanı ümumiyyətlə İsrail ərazisi elan etsin. Bəli, İsrail özü də bir böyük yanlışlığa yol vermişdi. Çünki vaxtilə Həması yaradan İsrail özü olmuşdu. İsrail Həması
Fələstin hərəkatına qarşı, Yasir Ərafata qarşı yaratdılar Necə və ki, elə bilirdilər. Əl-Qaidanı Amerika Birləşmiş Ştatları yaratmışdı. Bax, bu da o dövlətlərin, özlərinə çox arxalanan dövlətlərin belə deyək, səhvləridir ki, özləri Yəni, o zamanın siyasəti, bağışlamırlar. o zamanın bu konspirativ siyasi gedişləri 40-50 il keçəndən sonra Üstü öz açılır. fəsadlarını bu şəkildə Həm də üstü göstərdi. açılır da ki, Bəli, artıq bu şəkildə öz fəsadlarını yanlışlığını göstərdi sonda. Buyurun. Qəzza məsələsi çox üzr istəyirəm sizdən növbə şeylərim. Məsələ ondadır ki, Qəzza bu gün dünya əhalisinin ən sıx məskunlaşdığı bölgələrdən biridir. Tofiq mənim çox bir maraqlı sual verdi. İsrail hələ hədəflərinə çatdı mı? Tofiq mən düşünürəm ki, baxın, biz hadisələri izlədikdə 7 oktyabr hadisələrindən bu günə qədər İsrailin ilk açıqlamaları nə idi? Bir həftəyə biz Qəzzada bütün Haması məhv edirik və s. Trump da bir günə Rusiya ilə Ukraynanı birləşdirir. Həmin şeydir. Yəni barışdırır. Burada bir maraqlı bir faktor var. Baxın, İslam dünyasında dominant olmaq istəyən bütün ölkələr ilk növbədə Fələstin məsələsini həll etməyə çalışacaq. İslam Əməkdaşlıq Təşkilatının yaranma qayəsi səbəbi də əslində Fələstin məsələsinin həlli idi ki, bu günə qədər bu məsələ həll olunmayıb. Dialoq məsələsi Tofiq mənim çox üzr istəyirəm. Bəli, buyurun. Burada bilirsiniz o qədər qəliz məqamlar var ki, məsələn, İsrail deyir ki, siz mənə deyirsiniz ki, dialoq aparın. Mən kiminlə dialoq aparacağam? Həmasla, Fəthlə, yoxsa digər qruplaşmalar. Yəni birinci İsrail deyir ki, bir Fələstin arası, Fələstin daxilində bir dialoq qrup olmalıdır. Digər bir tərəfdən. Yəni burada qeyd olunduğu kimi başqa maraqlar var. Burada müsəlman qardaşlar faktoru var. Ərəb dünyasının Qəzza məsələsinə susqun yanaşması var. Baxın, İsrail istəsəydi Haması bəlkə bir 10 dəfə məhv eləyə bilərdi. Eləyə bilməzdi. Mən sizinlə qəti razı deyirəm. Eləyə də bilmədi. Bilmədi, o ayrı bir məsələdir. Burada bir məsələ də var. Rufiz müəllim, mən onu yada salmaq istəyirəm ki, İsrailin daxilində 7 oktyabr hadisəsi ilə bağlı çox böyük narazılığı var ki, Netanyahu hökumətinin özünün günahıdır o. Siz onu bilərəkdən yol verdiniz ki, olsun. Bir şey də qeydim, yəni, bax, önəmli bir şeydir. İsrailin daxilində də bugün qeyd etdiyiniz kimi Netanyahu hökumətinə çox ciddi bir müqavimət var. Təbii ki, bu araşdırılması məsələdir. Amma bir şey qeyd edim ki, bugün İsrail hökuməti bəlkə də ən ciddi fəsadı öz xalqına törədir. O faktdır, bəli. Amma bizim bircə dəqiqəmiz qalır. Mən bir şey istəyirəm, siz münasibət bildirəsiniz. Donald Trump artıq Qəzzada Riviera tikmək istəyirdi. Nə oldu o plan? Onun indi üstü, altı, yanı, bucağı görünür, yoxsa yox? Təbii ki, biz qalıcı sülhdən danışırıqsa, dünyanın bütün nöqtələrində orada dayanıqlı iqtisadi münasibətlərdən danışmalıyıq. Dayanıqlı iqtisadi münasibət olmadığı sürəcdə bunu etmək mümkün deyil deyə düşünürəm. Mən elə deyək ki, ümumiyyətlə o mövzu gündəmdən getdi. Trump dedi və özünün yadından çıxdı və insanlar indi hamısı sual edir ki, bəs nə oldu? Sən oranı çiçəkləndirdin, sən cəmaatını oradan köçürürdün və s. Bilirsiniz, bütün bu proseslərin hamısını biz görürük. Və bayaqlar Canşah, siz yaxşı bir paralel aparırsınız ki, elə Cənubi Qafqazı götürək. Elə biz öz timsalımızda da görürük. Nə dərəcədə bu fövqəl qüvvələr iyrənc rol oynayırlar. Və istər-istəməz, gec-tez hər şeyin üstü açılır. Və əlbəttə ki, ən yaxşı variant da odur ki, insanlar o dərsləri yaddan çıxarmasınlar. Əgər bir yerdə alov varsa, onun arxasında müəyyən qüvvələr durursa, deməli, o işə baxıb nəticə çıxartmaq lazımdır. Çox sağ olun, hörmətli qonaqlar. Mən minnətdaram maraqlı yanaşmalarınıza görə və tamaşaçılarımıza da çox sağ ol deyirəm ki, bizə tamaşa etdilər. Sağ olun, gecəniz xeyir olsun.